Deməli 29-cu sualda verilib həcm V bərabərdir 5 və azotun kütləsinin zamandan asılılıq qrafikinə əsasən baxırıq ki, azot 21-dən 7-yə düşüb, yəni 14 qram sərf olunubdur. 14 qram azot isə molu tapanda 14 bölünsün 28 bərabərdir 0,5 mol olacaq. Sonra hidrogenə görə sürətini və alınan amoniakın miqdarını bizə zamanı da 10-dur. Hidrogenə görə sürətini tapmaq üçün əvvəlcə azota görə sürəti tapaq. Çünki azota görə verilibdir. V bərabər nü bölünsün, yəni 0,5 bölünsün. V T düsturu 5 vurulsun 10. O deyəcək 0,1. Bu azota görə sürətdir. Və hidrogenə görə sürət hesablayanda nə edəcəyik? V hidrogen azotdan baxırsan ki 3 dəfə çoxdur. Yəni 0,1-i vuracam 3-ə. Hidrogenə görə sürət edəcək 0,3. Sonra ikinci nə istəyir bizdən? Alınan amoniakın miqdarını hesablayın. Alınan amoniakın miqdarını hesablayanda baxırsınız ki azot reaksiyanın özündə 28 qram daxil olubdur. Bəs amoniak neçə mol alınıbdır? 2 mol. Bizim də reaksiyamıza demişdim nə qədər sərf olunub? 14 qrafikdə. 14-də isə x mol alınacaq. Burada isə x edir 1 mol. Yəni 1 mol amoniak olacaq ikinci sualın cavabı. 30-cu sualda